Bu il Qırğızstanımızın Bişkek şəhərində yerləşən Yusif Balasagunlu adına Milli Universitetin 100 illiyidir. E, Yəni Yusif Balasagunlu adına universitetimizin 100 illiyi münasibəti ilə təbrik edirik. Mən Azərbaycan Milli Elmlər Akademiyasından, Fəlsəfə və Sosiologiya İnstitutundan, həm də ümumiyyətlə Azərbaycan Milli Elmlər Akademiyası adından, institutumuzun adından, eyni zamanda Türk xalqlarının fəlsəfi fikir tarixi adından, şöbəsi adından təbrik edirik. Əlbəttə, Yusif Balasagunlu bütün Türk xalqları üçün çox böyük bir şəxsiyyətdir. Onun adına Milli Universitetin, belə bir universitetin olması da böyük bir şərəfdir. Hər halda 100 ildə az bir dövr deyil. Bu 100 il ərzində Yusif Balasagunlu adına universitetdə 100 minlərlə gənclər yetişmişdir. Onlar məhz nəinki Qırğız xalqına, bütün Türk xalqlarına böyük xidmətlər göstərməkdədir. Yəni, biz bu universitetimizin 100 illiyini təbrik edir. Bu universitetdə keçirilən, eyni zamanda Yusif Balasagunlu ilə bağlı keçirilən sempoziumda işinə uğurlar dilirik. Ümid edirik ki, Yusif Balasagunlunun adı əbədi yaşayacaqdır və bizim universitetlər arasında, ölkələrimiz arasında, xalqlar arasında əməkdaşlığımız da davam edəcəkdir. Bu il Qırğızstanımızın Bişkek şəhərində yerləşən Yusif Balasagunlu adına Milli Universitetin 100 illiyidir. Yəni Yusif Balasagunlu adına universitetimizin 100 illiyi münasibəti ilə təbrik edirik. Mən Azərbaycan Milli Elmlər Akademiyasından, Fəlsəfə və Sosiologiya İnstitutundan, həm də ümumiyyətlə Azərbaycan Milli Elmlər Akademiyası adından, institutumuzun adından, eyni zamanda Türk xalqlarının fəlsəfi fikir tarixi adından, şöbəsi adından təbrik edirik. Əlbəttə, Yusif Balasagunlu bütün Türk xalqları üçün çox böyük bir şəxsiyyətdir. Onun adına Milli Universitetin, belə bir universitetin olması da böyük bir şərəfdir. Hər halda 100 ildə az bir dövr deyil. Bu 100 il ərzində Yusif Balasagunlu adına universitetdə 100 minlərlə gənclər yetişmişdir. Onlar məhz nəinki Qırğız xalqına, bütün Türk xalqlarına böyük xidmətlər göstərməkdədir. Yəni, biz bu universitetimizin 100 illiyini təbrik edir. Bu universitetdə keçirilən, eyni zamanda Yusif Balasagunlu ilə bağlı keçirilən sempoziumda işinə uğurlar dilirik. Ümid edirik ki, Yusif Balasagunlunun adı əbədi yaşayacaqdır və bizim universitetlər arasında, ölkələrimiz arasında, xalqlar arasında əməkdaşlığımız da davam edəcəkdir.